Sizə atom necə görünür deyə bir sual versəm, çoxunuzun təsəvvüründə bu formada bir şəkil canlanar. Hansı ki bizim səhifənin profilində də bu cür təsvir var. Bəs atom həqiqətən belə görünür? Bunu bilmək üçün 115 il əvvələ gedək. 1911-ci ildə Ernest Rutherford atomun planetar adlanan modelini verir. Mərkəzdə nüvə, ətrafında isə dövr edən elektronlar. Amma bu modeldə bir çatışmazlığı var. Elektronun nüvə ətrafındakı hərəkəti təcilli hərəkətdir və elektrodinamikaya görə təcilli hərəkətdən yüklü zərrəcik özündən elektromaqnit dalğaları şüalandırmalıdır. Nəticədə enerjisi get-gedə azalan və bitən elektron nüvənin üzərinə düşməlidir. Amma realda belə bir hadisə baş vermir, atom dayanıqlıdır. Bu problem 2 il sonra Niels Bohr tərəfindən 2 postulatla həll olundu. Birinci postulata görə elektron müəyyən stasionar orbitlərdə olur və bu halda elektromaqnit dalğalarını şüalandırmır və ya udmur. İkinci postulata görə isə elektron bir stasionar orbitdən digərinə keçdikdə elektromaqnit dalğalarını foton şəklində şüalandırır və ya udur. Amma bu modeldə də bir problem var. Həmin model elektronun dalğa xassəsini nəzərə almır. Bildiyimiz kimi elektron kvant zərrəciyidir və həm dalğa, həm də zərrəcik xassəsinə malikdir. Kvant mexanikası baxımındansa elektronun nə dəqiq bir yeri, nə də dəqiq bir hərəkət yolu ola bilməz. Elektron nüvə ətrafında əvvəlki modellərdə olduğu kimi orbitlər üzrə hərəkət etmir. Elektronun harada olması ehtimal olaraq tapılır. Bunun üçün Schrödinger tənliyindən psi funksiyasını təyin etmək lazımdır. Funksiyanı təyin etdikdən sonra ehtimal sıxlığı düsturunda yerinə yazılır. Əgər psi funksiyasının kvadratı böyük olarsa, R nöqtəsi ətrafında elektronun olma ehtimalı yüksək. Kiçik olarsa elektronun olma ehtimalı aşağı olar. Əgər 0 olarsa, orada ümumiyyətlə elektron olmur. Bütün bunları nəzərə alsaq, atomun ən real görüntüsü bu formadadır. Mərkəzdə nüvə, ətrafındakılar isə ehtimal buludlardır. Bəs nəyə görə elektronun dəqiq bir mövqeyi ola bilməz? Növbəti videonun bu haqda olmağını istəyirsinizsə, rəylərdə yazın.